Paytaxt bazarlarında pomidorun qiyməti od tutub yanır. Belə ki, keyfiyyətindən asılı olaraq pomidorun 1 kiloqramı 1 manat 50 qəpik 2 manat arasında dəyişir. Satıcılar deyir ki, ötən il pomidorun qiyməti bundan ucuz idi. Hazırda isə topdan baha aldıqları üçün öz xərclərini də əlavə edirlər ki, bu da hazırki qiyməti formalaşdırır. Şəmkirdən gəlir, bir də Sabirabaddan gəlir. Bunlar da Bakında roz pomidoru, pink sortdur, çox dadlı pomidordur bunlar. Bunlar 1.80-dadır. Bəs onlar neçədir? Göyçay, bunlar 1.50-dir. Nə qədər qoyursunuz hər kilo? İnan Allah 20 qəpik pul qoyulur onun. Yolu var, məsələn, taxta yeşikləri var, onun düzülməsi var. Bunlar hamısı əlavə xərc gəlir üstünə. O özbək sort deyirlər, biraz baha satırlar. 2.50-yə satırıq. Bir də görsəngən hopda boyunda baha da satırlar. Var məsəl bax o irilərdir, Nisan'da da elə içindən çıxan. Onlar 1.50. Alıcılar da pomidorun baha olmasından narazıdır. Normal pomidoru 2 manata satırlar, 1 manat 80-ə satırlar. Yaxşı pomidoru. Elə adamlar var 2.50-yə də satırlar. Keçən il ucuz idi. Bu il çox bahadır. 1.80-2 manat, 2 manatdan da yuxarıdır hələ. Ucuz olsa əlbəttə hamı alar, hamı yeyər rahat. Ancaq paytaxtda nisbətən bölgələrdə pomidorun 1 kiloqramının qiyməti 20-50 qəpik arasında dəyişir. Fermerlər deyir ki, pomidorun qiymətinin bir həftə ərzində bu qədər ucuzlaşmasının səbəbi Rusiya bazarlarına az göndərilməsidir. Digər səbəb isə məhsuldarlığın bolluğudur. Satışı məsələ 30 qəpik, 20 qəpik belə satırıq. Sənədləşmə gec olur deyə ona görə yollamırıq Rusiyaya. Qiymətlər çox düşüb. Rusiya bazarında bizim göndərdiyimiz mallarımız gedib ora gec satır. Hal-hazırda 20 qəpik, 30 qəpik, 40 qəpikdir. Rusiya çıxış vura bilmirlər. Mal gedir, çatmır ora. İsti havalardır deyənə. Ona görə də həm də məhəlləmliklə bağlı bu toylar da yoxdur. Qiymətlər yarı-yarı endirim olub. Fermerlər həmçinin bildirir ki, hazırda satılan pomidor istixana şəraitində yetişdirilən məhsuldur. Bir neçə gündən sonra sahələrdə yetişdirilən pomidor da satışa çıxarılacaq ki, qiymətlərdə yenə də enmə müşahidə olunacaq. Elşad Bayramoğlu, Mədinə Niknəcat, Samir Cəbiyev, Əhməd Məmmədov, ATV Xəbər.